arvadla kişinin bir-birini səbr eləməyin o qədr savabı var. İnşallah qismət olsa, bu barədə bir mübahisəmiz olsa ki, arvadın haqqı nədir kişinin boynunda, kişinin haqqı nədir arvadın boynunda, orada çox geniş, gözəl hədislər, ayələr var, orada gərək onu oxuyaq. Amma mən birini oxuyuram. Buyurur ki, bir kişi arvadı əsəblənən bir adamdır, normaldır, narahatdır. İndi neyniyəsən? 3 dənə uşaq, 2 dənə uşaq. Neyniyəsən? Durasan, ayrılasan, bə uşaqlar nə ola? Buyurur, arvada tapşırır. Deyir, hər bir arvad ki, kişini incidir, hər bir gün ki keçir, nə qədər Allah qum yaradıb, o qumların sayıcan Allah ona günah yazır. Çıppıllama, kişi de oturdu. O yerində ki buyurur, vacibdir ki arvad kişini itaat eləsin. Və əgər itaat eləməsə, incitsə, bilərəkdən istəyək ki onun bütün əsəb sistemlərin poza. Hər gün istəyir bir cür onu narahat. Buyurur, nə qədər Allah qum yaradıb, o qumların sayıcan, hədisdir. Hədisdir bu, mən adresində yazmışam burada, oxumuram bir vaxtı. Amma buyurur, indi o kişi, mən səbərə əla su'i xulqi imrəətihi, hər kəs arvadın əxlaqsızlığını dözə, təhəmmül eləyə, ətahullah Teala bi kulli yevmin və leylətin, Allah onun hər gecə günüzünə nə verər? Yəsbiru əleyha minəs-səvab, nə verər? Ma ə'ta əyyubə əla bəlaə. Həzrəti Əyyubə nə qədər bəlalərə səbr elədiyinə görə savab vermişdi, hər bir gecəsinə bir Əyyubun savabını verər ona. Buyurur, insan odur ki, qırmızı ölümdür bu. Bu qırmızı ölümdür. Heç fərqi yoxdur. Buyurur, kişi də oturdu. Əgər əxlaqsızlıq elədi, Peyğəmbər buyurur, mən səbərət əla su'i xulqi zovciha. Əgər bir qadın öz əri narahat eləyir, əxlaqsızlıq eləyir, evə başqa cür gəlir, nə bilim, da indi iş işdən də keçib. O həddə də deyir ki, ayrılasan. Şərait də ayrılmağa yoxdur. Buyurur, əgər Allaha görə ona dözsə, Allah Fironun yoldaşı Asiyənin savabını verər ona. Asiyənin nə qədər savabı var? Qadınların içində birinci şəhiddir o. Çox savabı var arvad kişiyə qulluq edən. Buyurur, əgər bir arvad, kişi susuzdur, deyir, mənə su ver. Durur ona su gətirir, hər bir qurtusuna Allah bir il ibadət savabı verir ona. Özdə hansı illərdən günüzləri oruç tutulub, gecələri namaz qılınıb o ildə. Ondan sonra buyurur, bu azdır. Hər bir qurtusuya bir bina cənnətdə Allah yaradır ona. Bunların hamısı hesabla, kitabınandır. Amma söhbət ondan getmir. Arvad kişi söhbəti deyir. Söhbətimiz buradadır ki, insan əgər öz ictimasında bəzi problemlər var, narahat atasından, qardaşından, yoldaşından, qonşusundan, onlara yaxşılıq eləyə, o başqa. Amma onların pisliklərin əgər dözə, buyurur, belənçi bir insanın ölümü qırmızı ölümdür. Bu özün hazırlaya bilər. Məcnunu apardılar, ərəbidir də. Vırdılar, döydülər, dedilər, gəl Kəbənin pərdəsindən yapış, tövbə elə. Leylinin məhəbbətindən tövbə elə. Denən, ilahi, Allahümme xruc hubbel leyla min qəlbi. İlahi, Leylinin məhəbbəti mənim ürəyimdən çıxardı. Dedi, yaxşı, vurmayın, öldürməyin məni. Aparın deyim. Gəldi.
girdi Məscidül Hərama. Yapışdı Kəbənin pərdəsindən, dedi Allahümmə zid hubbə Leyla min qəlbi. İlahi Leylanın məhəbbətin ürəyimdə daha çox elə. Bütün aşıq o cür olar.